Salam, hər vaxtınız xeyir. Deməli, bu növbəti mənzilimizi sizə təqdim edirəm. Bura 2 otaqlı mənzildir. Qonaq otağıdır. Aksesuarların çoxsu quraşdırılıbdır. Elektrik yuvalarıdır, plintusdur, padoqalardır, spotlardır. Sadəcə çılçıraq qalıb. Bu mərmər teksturalı plastik olan pəncərə altlığıdır. Radiatorun urvindən quraşdırılmasıdır. Qapılar quraşdırılması səliqəli formasında quraşdırılıbdır. Burada da keçiddə də parokdan istifadə etmirik. Ümumiyyətlə biz keçidlər çox gözəl formada keçid edirik burada. Növbəti yataq otağımızdır. Stiki bilinmədən aboylar vurulubdur. Çox səliqəli formada işlənilib. Burada da mətbəx arası kafeli vurulubdur. Fikir verirsiniz, burada da parokdan istifadə etməmişik. Ümumiyyətlə biz mənzillərdə parokdan istifadə etmirik. Keçidləri elə gözəl formada keçid verirlər sular ki, bilinmir. Növbəti ümumi sanitar qovşaqdan da məlumat verim sizə. Taxta teksturalı kafeldir. Həmçinin tərs tərəfdə də eyni şeydir. Taxta teksturalı kafeli vurulubdur. Fikir verirsiniz, kəsimlər, künçlər, belə deyək də, aksesuarların quraşdırılması çox səliqəli. 45 kəsimlər çox səliqəli. Heç bilinmir burada kafelin ağız-ağıza oturulması. Siz də müqavilə ilə rəsmi şəkildə mənzilinizi təmir etmək istəyirsinizsə, Cənnət Park Təmir qrupuna müraciət edə bilərsiniz.